Çünki qəflətən 35-40-da müraciət edəndə artıq o 50-60 yaşında insanın üzü kimi müraciət edir. Üz çox düşmüş vəziyyətdə olur. Çünki indi də keçmişlə müqayisədə orqanik qidalardan istifadə olunmur. Yediyimiz fast food şuanın altında ümumi götürəndə. Nə qədər biz çalışsaq da ki, evdə yaxşı qidalanma eləyək, amma çöl yeməklərinə hər birimiz üstünlük veririk. Şua, internet, havanın çirklənməsi, hər biri yoxsuzluq, hər biri bizim bir faktordur ki, tez erkən yaşlanmaya. Ona görə də günəşin fotoyaşlanmasının qarşısını almaq üçün mütləq şəkildə 12 ay hər gün 1 il ərzində günəşdən qoruyucu SPF kremlər vurulmalıdır. Zaqar etdiyimiz zaman da biz özümüzü qorumalıyıq mütləq şəkildə. Yəni zaqar etməyin yox, D vitamini günəşdən alınır. Amma qorumaq şərti ilə yəni olmalıdır. Müəyyən prosedurlar həkimin nəzarəti altında o yaşdan sonra tətbiq oluna bilər. Artıq yaşlı xanımlar bəzən gəlirlər, inansız 50-60 yaşlarda ilk dəfə kosmetoloqa müraciət edirlər və deyirlər ki, doktor bizi bir seansa düzəlt. Bu mümkün olan bir şey deyil. Heç estetik əməliyyat belə etsələr o insanlar üzlərində tez düşmələr olacaq. Mütləq şəkildə yenə gəlib kollagen biorevitalizasiya. Baxın, bu anda artıq Nüşabə xanım dediyi söz həqiqətini tapır ki, hər yaşda bunu etmək lazımdır ki, mütləq şəkildə. Hər yaşın öz gözəlliyi yoxdur, gözəlləşmək. Bəli, bərbad hala düşmür. 60 il gözləmisənsə, sən 6 dəqiqə eləyəcək düzələcək. 60 il heç olsa bir 6 ilini görə təzə gözü baxarsan ki, 6 ilini. 3-4 prosedur bizə verməlidirlər zamanla. Elə şeylər var, üst-üstə etmək olmaz eyni gündə. 14 gün interval olmalıdır, 1 ay interval olmalıdır prosedurlara. Xəstə istəsə belə, mən onun hamısını bir gündə edə bilmərəm. Yəni bunu bizim də protokollara uyğun işləyirik. Bəzən isə pasientlər gəlir, baxırsan ki, üz, məsələn 40 yaşı var, üzü yenə bir 40-45 vermək olur, boyuna isə 60 vermək olur. Baxıblar bura, amma boyun dekoltədə günəş şüasına məruz qalan, tez yaşlanan zərif bir nahiyəmiz istəyir əllər. Məsələn, bəstəkarlar falan çox müraciət edirlər əllərə görə, əlləri göz önündə olduğuna görə. Mən istərdim ki, bütün xanımlarımız, yəni göz önündə olduğuna görə yox, özlərinə görə bu üzdür, boyun dekoltədir, əllər paralel şəkildə qulluq olunsun, paralel şəkildə prosedurlar olunsun və baxılsın. Çünki baxanda bura prosedur edib, bura etməyəndə xəstənin yaşını, hətta yaşından artığını belə boyuna baxanda vermək olur. Səkinə xanım, sizdə botoks, kök hüceyrə, bunlardan başqa qulluqlar yoxdur, belə bütün kosmetoloji prosedurlar var.